Salam olsun hidayətə tabi olanlara, amin demirəm. Çünki onsuz da Allah'ımız Quranda buyurur. Salam olsun hidayətə tabi olanlara. Hidayətə tabi olmaq üçün birinci növbələrdə olan ibadətlərdən, yəni Allaha səcdə ilə yaxınlaşmaqdır. Bu da namazdadır. Səcdə, yəni namazda səcdələr var. İndi bir şey var da, su qıtlığı da var, amma dəstəmaz almaq və yaxud təyəmmümə düşmək də var. İndi xızalar ayrı detal danış. Məsəl üçün, biz dəstəmaz almalıyıq, su varsa və səhhətimizdə pis təsir eləmirsə, dəstəmaz almalıyıq. Əks tədbirdə şey eləməkdə təyəmmüm. Amma bir şey də var ki, yola çıxanda, başqa yerdə gedirik, orada ayaq yolunda səliqəsizlik olur. Onunla bağlı biz yaradan var ki, gəlir sonra evdə kimir, ondan sonra geyinir, təzədən namaz qılır, dəstəmazlar. Tədbir nədir? Məsəl üçün, su qıtlığı olmasa belə də su qıtlığı var. Amma tədbir nədir? Tədbir odur ki, adam yanında hər kəs namaz, dəstəmazla qılmaq istəyirsə vacibdir. Çünki Allah'ımız buyurur ki, namaz demişsə, namaz sonra hamı bilir də namaz nədir. Yəni ki, mən hələ bunu bilmirdim, hələ bu gün ağlıma gəldi. Demək, haradasa gəlib çinməkdənsə, günahdır da o burada su israf edilmək. Yenəmək lazımdır. Bir dənə əskini, su çəkən əskini, 2 dənə kulok götürmək, məsəl üçün, ehtiyat üçün bir və ya 2 dənə kulok. Niyə? Çünki, məsəl üçün, o unitazın qıraqlarını qurutdunsa, oturan yeri və o qurudursa, raporda sildik də nə olsa, o adama dəstəmazını pozmur, namazda ziyanı yox, qəbul olunur belə. Su, qurutdun. Mən, məsələn, elə bir şeylər var ki, cəmaat yuyur, yumağa imkan olmursa, deyir, bu batıqdır, məsələn, mağazinlərdə işləyən qızlar var, cavan olanlar var. Namazda, elə mən çox görmüşəm, məsəl üçün, soruşmuşam maraqlarında, deyiblər ki, çox yox, axırçı da olur belə, deyiblər ki, yox, bu şərait yoxdur, şərait yoxdur. Şərait niyə yoxdur? Kimsə batırırsa, əski ilə sil, quru olanda görsün. Bəs o, yuyundum çıxdı. Və bu, gəl təzədən, ay batmışam, kimliyin falan lazım deyil. Allah qəbul etsin namaz qılınan namazdan, Allah bizimlə olsun. Amin.